Fəsil 2. Rüstəm ofisinin pəncərəsindən bu səhnəni təbəssümlə izləyirdi. Əvvəl onun çaşqınlığı, sonra gür reaksiyası və nəhayət cırılmış qeydlə edilən son jest. O ürəkdən güldü. Uzun zamandır heç nə onda bu qədər səmimi gülüş doğurmamışdı. Və bu qədər maraq da oyatmamışdı. Bu qız onun ruhunun çoxdan unudulmuş, dərin bir küncünə toxunmuşdu. Əvvəl centilmen sözünü eşidəndə nə demək istədiyini anlamamışdı. Sonra isə başa düşmüşdü. O bilmirdi ki, parking yeri adlandırılmışdı və onun nömrəsi ilə işarələnmişdi. Rüstəm görüşə tələsirdi və nə izah etməyə vaxtı vardı, nə də istəyi. Yalnız binaya girəndən sonra pəncərədən baxıb gördü ki, qız özünü itirmədən, qətiyyətlə və dəqiqliklə onun maşınının çıxışını öz avtomobili ilə bağlayıb. O gülümsəməyə davam edirdi. Qızın Peugeot'sunu işə salıb, sanki vacib bir oyunu yeni qazanmış kimi qürurla parkingdən çıxarmasını izləyərək. Bu anda masanın üstündə telefon titrədi. Narminin səsli mesajı. Rüstəmin qaşları çatıldı. Bir neçə saniyə içində bütün əyləncəsi yox oldu. Amma cavab verməyi heç düşünmədi. Onu həm özünə, həm də qızlarına xəyanət etmiş qadını düşünməyə bir saniyə də sərf etmək istəmirdi. Deyiləcək hər şeyi artıq demişdi. İndi əsas məsələ Ayseli lazımsız stresdən qorumaq idi. Qələmi əlində bərk sıxdığını hiss etmədi, ta ki o iki yerə sınana qədər. Daxilində söyünərək qələm qırıntılarını masanın üstünə qoydu, dərindən nəfəs aldı və özünü məcbur etdi ki, fikrini dəyişsin. İş. Yalnız iş. Bu vaxt Nigar xanım kabinetin qapısından boylandı. Rüstəm bəy, biz tərcüməçini götürdük. Sabah saat 9:30-da başlayır. Demişdiniz ki, bir neçə sənədin tərcüməsi lazımdır. İstəsəniz mənə verin, ona ötürüm. Əladır. Təşəkkür edirəm, Nigar xanım, deyə o qovluğu ona uzadaraq qısa şəkildə başını tərpətdi. Telefon artıq fasiləsiz zəng çalırdı. O səsi söndürdü, amma fikirləri yenə də xatırlamaq istəmədiyi yerə qayıtdı. Rüstəm diqqətini yayındırmağa çalışdı, amma qəzəb, inciklik və ümidsizlik dalğası onu bürümüşdü. Hər şeyin nə qədər gözəl və asan başladığına dair xatirələr onu öz ağuşuna aldı. Narminlə gənclər üçün təşkil olunan məclisdən tanış olmuşdu. O, Rüstəmin diqqətini ilk andan parlaq gözəlliyi ilə cəlb etmişdi. Qara saçların dalğası, ağ dərisi və yaşıl gözləri onu qarşısı alınmaz edirdi. Rüstəm sözün əsl mənasında başını itirmişdi. Onların münasibəti sürətlə inkişaf etmişdi və cəmi 3 ay sonra o Narminə evlilik təklif etmişdi. Narminin anası çox sevinmişdi. Ona Rüstəm də, onun valideynləri də xoş gəlmişdi. Cinayət işləri üzrə ciddi bir vəkil və hörmətli pedaqoq olan anası. Hər şey ideal görünürdü. Elə görünürdü. Telefonun ekranında çıxan xatırlama onun fikirlərini böldü. Rüstəm ah çəkdi, sənədləri çantasına qoydu və tələsik kabinetdən çıxdı. Qızımı götürməyə gedirəm. Bugün geri qayıtmayacam. Söz vermişəm ki, birlikdə dondurma yeməyə gedəcəyik. Mənə poçt var, evdə baxaram. Bəli, Rüstəm bəy, deyə o zərfləri uzatdı, yaxşı vaxt keçirin. Rüstəm başı ilə təşəkkür etdi və açılan liftə daxil oldu. Üzündə isti bir təbəssüm yarandı. Qızı haqqında düşünəndə həmişə olduğu kimi. Aysel onun üçün indi həyatda ən vacib olan yeganə şey idi və Narminə minnətdar olduğu da məhz bu idi. 15 dəqiqə sonra Rüstəm artıq uşaq bağçasının darvazası qarşısında dayanmışdı. Uzaqdan tanış fiqur görünürdü, Aysel bütün gücü ilə ona tərəf qaçırdı. O qucağını açdı, qız isə qaçaraq onun ağuşuna atıldı. Ata, bugün nə planlaşdırdığımızı unutmamısan ki? Deyə o sevinclə atanın çiyninə sığınıb soruşdu. Necə unuda bilərəm? Axı bizim razılaşmamız var. Kim dondurma sözü verirsə sözünü tutur, deyə Rüstəm gülümsədi və alnındakı dağınıq saç telini düzəltdi. Onda gedək. Bugün fıstıqlı və şokoladlı və çiyələkli. Hamısını birdən olar? Gözləri səbirsizliklə parlayırdı. Sənin planın məhkəmədəki hüquqşünas planı kimidir. Rüstəm gülərək onu maşına mindirdi, axşam yeməyinə də yer saxla. Yoxsa nənə yenə deyəcək ki, səni çox ərköyünmüsən. Amma sən məni həqiqətən də ərköyünlüyürsən, deyə Aysel şənliklə cavab verdi. Rüstəm onu arxa güzgüdən izləyirdi və hiss edirdi ki, az əvvəl xatirələrin sıxdığı ürəyi yavaş-yavaş isinir.
Bu təbəssüm üçün o dağları yerindən oynatmağa hazır idi. Aysel zahirən çox ona yoxşuyurdu. Eyni südlü şokolad rəngində gözlər və saçlar, incə, biraz qabarıq burun. Yalnız yay kimi dolğun dodaqları anasını xatırladırdı. Yaxşı, bugün sənin günündür, vəkil Aysel. Gedək işi udmağa, isti havaya qarşı. Parkingdən çıxan kimi Aysel yerində dura bilmirdi. İş üzrə məlumatlarımız budur, deyə o çantasından dəftər və qələm çıxardı. Təqsirləndirilmiş şəxs, istilik. Maddə 101, dondurmanın həddindən artıq əriməsi. Ciddi ittihamdır. Rüstəm ciddi səslə başını tərpətdi. Dəlillər nədir? Yapışqan əllər, yaş salfetlər və uşaqlarda qorulmuş əhval-ruhiyyə. Hökm kölgədə 2 porsiya dondurma. Bu qədər hiləkar cinayətkar üçün biraz yüngül cəza deyilmi? Onda 3. Biz sərtik, amma ədalətliyik, deyə Aysel həmişəki kimi əminliklə cavab verdi. Rüstəm güldü, günün gərginliyinin və ağırlığının necə çəkilib getdiyini hiss edərək. Qızı yanında o tamam başqa bir insana çevrilirdi. Daha sadə, daha canlı. Elə bil onunla birlikdə xırda şeylərdən yenidən zövq almağı öyrənirdi. Yaxşı, vəkil Aysel, məhkəmə fasilə elan edir və iclası ən yaxın kafeyə keçirir. İrəli, dondurmanı əriməkdən xilas etməyə. Təsdiqlənirəm. Aysel dəftərə vurdu, amma əvvəl şahidləri xəbərdar etmək lazımdır. Bəs şahidlər kimdir? Sən, mən və nənə. O onsuz da sonra hər şeyi biləcək. Ən yaxşısı indi xəbərdar edək, deyə qız hiyləgərcəsinə göz vurdu. Düz deyirsən. Birdə nənə şahid deyil, istefada olan baş prokurordu. Sevimli kafeyə gəldilər. İçəri girməzdən əvvəl Rüstəm bir anlıq dayandı, qızın pillələri sayaraq tullanmasını izləyirdi. Bu ana qədər olan hər şey, Narminə qarşı qəzəb və inciklik sanki kəskinliyini itirirdi. İndi əsas olan o idi. Onların axşamı, onların qaydaları. Hər şeyi yenidən yazmağın mümkün olduğu o kiçik dünya. Və onlar dondurmaya, həm də qayğısız xoşbəxtliyin əvəzsiz dəqiqələrinə doğru addımladılar.